you. So, good evening everybody. I will speak English if it's okay for you. My name is Jonas Brännvall. I'm Swedish, coming from Stockholm. I just was flying in here to Azerbaijan and Baku. And we, as a Swedish, we are very, so to say, we like Azerbaijan very much. Because we were winning the Eurovision Song Contest here in Baku for some years ago. Do you want to translate? Yeah. Mən Azərbaycanda olduğumdan, burada olduğumdan çox şadam və çox məmnunam. Adım Jonas Brännvalldır. İlk dəfə də Azərbaycanda olan, özüm İsveç əsiliyəm və Azərbaycan mənim üçün özəl bir tərəfdə ondan ibarət ki, İsveç Azərbaycanda keçirilən Eurovision yarışında İsveç qalib gəlmişdir və Azərbaycan İsveçə bildiyiniz kimi ən böyük xalqın 12 xalq vermişdir. Yəni bunun üçün də Azərbaycan xalqına çox böyük minnətdarlıq edirəm. So, I'm